qonşu ehtiramı çox böyük bir ehtiramdır. Mən bu hədisi oxuyanda həqiqətən çox təsir etdi ki, biz qonşuluğa bu qədər önəmsiz baxırıq, amma gör Həzrət Rasulullah nə cür buyurur? Allah Rəsulü buyurur ki, insanın qonşusunun onun üzərindəki ehtiramı, haqqı ananın haqqı kimidir. Öz anasının haqqı kimidir. Anamızın haqqı üzərimizdə nə cürdür? Anamızın hörməti üzərimizdə nə cürdür? Qonşunun haqqı da deyir o cürdür. Və başqa bir hədisdə də buyurur ki, o kəs ki, qonşusu onun əziyyətindən amanda deyil, onun şərrindən amanda deyil, onun imanı da yoxdur. Yəni, əgər mən müsəlman, qonşum məndən əziyyət gözləyə bilirsə, ehtimal eləyə bilirsə ki, mən ona əziyyət verərəm, mənim əziyyətimdən o amanda deyilsə, mənim əlimdən əzab əziyyət çəkirsə, mənim deyir imanı yoxdur. O kəsin imanı yoxdur ki, qonşusu onun şərrindən, əziyyətindən amanda olmasın. Peyğəmbərlərin də adabı bu cür olub. Peyğəmbərlər də qonşuları ilə gözəl tərzdə davranıblar. Hədislərdə var, nəql olunur ki, Həzrəti Yaqub əleyhissalam carçısı var idi. Carçısına deyirdi ki, mənim evimdən bir fərsəx təqribən 6 kilometrə yaxın bir məsafədir. Bir fərsəx radiusunda sağ, sol, arxa, 4 tərəfə bir fərsəx get və belə car çək. Hər kəs nahar yeməyi, axşam yeməyi istəyirsə Yaqubun qapısına gəlsin. Yaqubun qapısı açıqdır, gəlsin Yaqubun qapısına. Hədislərimizə müraciət edəndə görürük ki, qonşuluq haqqında çox böyük hüquqlar qeyd olunubdur. İmam Zeynalabdin əleyhissalamın Risalətül Hüquq deyə bir kitab nəql olunur. İmam Zeynalabdin əleyhissalamdan iki böyük miras gəlib bizə çatıbdır. Biri Səhifətü Səccədiyyə ki, dualar toplusudur. İkincisi Risalətül Hüquqdur. Hər ikisi də İslam cəmiyyəti üçün bir dərmandır. Məsələn, Səhifə Səccadiyyənin meydana çıxmasının səbəblərinə baxsaq, görürük ki, məsələn, artıq İslam coğrafiyası ki, böyümüşdür. Artıq Əməvilər də hakimiyyətli idi. Böyük qənimətlər əldə eləmişdilər. Başları artıq qarışdı eyş-işrətə. Xüsusilə də Əməmi dönəmində bu cür idi. Açın, baxın Əbülhəsən İsfahaninin Əl-Əğani kitabına. Görəcəksiniz ki, o dönəmdə nə keyflər eləyirmişlər. İnsanlar mənəvi dəyərlərdən uzaqlaşırdılar. İmam Zeynalabdin əleyhissalam dualar vasitəsilə, münacətlər vasitəsilə o ali irfani mənaları söz qəlblərində insanlara çatdırmaqla insanları bir mənəvi yüklə yüklədi və onları mənəviyyata doğru, mənəvi seyrə doğru çəkə bildi. Eyni zamanda İslam əqidə əsaslarını, İslamın o ali dəyərlərini dualar vasitəsilə çatdırdı. İkinci böyük bizim üçün qoyub getdiyi miras Risalətül Hüquqdur. Ki, hüquq sahəsində yazılmış, deyilmiş ən mükəmməl sözlərdir. Və həmin hüquqlardan biri də qonşu haqqı barəsindədir ki, İmam Zeynalabdin əleyhissalam buyurur ki, qonşunun haqqı budur ki, onun olmadığı zaman onu qoruyasan, yanında olduğu zaman hörmət göstərəsən, hörmətini əsirgəməyəsən. Əgər zalimin əlində məzlum qalıbsa, zülmə məruz qalıbsa, ona yardım eləyəsən. Onun eyblərini axtarma. Əgər istəmədən birdən hansısa bir eybinə, qüsuruna şahid oldun, möhkəm qala kimi, alınmaz qala kimi o sirri saxla, o eybi gizli tut, o eybi açma.